Salam müəllimlər, gəlin bu günlərim sizinlə növbəti üçü testimizi həll edək. İlk öncə burada biz bilik və bacarıq hissələrini ayırmalıyıq. Müəllim davranış mədəniyyəti mövzusunda şagirdlərə müxtəlif nitq etiketlərinin işlənmə yeri ilə bağlı izah verir. Bu hissənin bilik və fəaliyyət hissəsinə aidiyyəti yoxdur. Buradan aydın olur ki, artıq müəllim öyrədir. Ev tapşırığı olaraq isə hər bir şagird müxtəlif situasiyalar fikirləşərək nitq etiketlərində düzgün istifadə olunduğu artıq bura bilik hissəsidir. Səhnəcik hazırlayıb video çəkməlidirlər. Bu hissədə olduğu fəaliyyət hissəsi. Və fikir versəniz burada video hazırlayıb çəkməlidirlər. Bunu qarışdırmaq olmaz, çünki burada çox vaxt elə fikirləşirlər ki, video hazırlamaq yaratmaqdır. Bəli, yaratmaqdır, amma baxır necə yaradır. Şagird əgər özü düşünərək video hazırlayırsa, müəllim nə isə öyrətmədi, müəllim yol göstərmədi, müəllimin bir təlimatı olmadı, müəllimin bir rolu olmadı orada faktiki, onda yaradır. Amma burada görürsünüz ki, ilk öncə nə veriblər? Müəllim davranış mədəniyyəti mövzusunda şagirdlərin müxtəlif nitq etiketlərinin işlənmə yeri ilə bağlı izah verir. Demək ki, təlimat verdi. Müəllimin təlimatından sonra şagirdlər bunu edirsə, artıq bu yaratmaq deyil, tətbiq etmək olur. Yəni idrak taksonomiyası tətbiq etmək olur. Ona görə də video hazırlamağı görüb düşünməyin ki, bu yaratmaq deyil. Fikir vermək lazımdır situasiyaya. Müəllim öyrədirsə bu yaratmaq deyil. Özü müstəqil şəkildə bunu sadəcə şagird artıq öz biliklərindən istifadə edərək bunu tətbiq edirsə, artıq olur yaratmaq. Amma hazırda müəllimin təlimatına əsasən səhnəcik hazırlayıb video çəkməlidir. Növbətiyə baxaq. Şagirdlərdən biri evdə bacısı ilə bir yerdə həkim xəstə dialoqu hazırlayır. Neyniyir? Həkim xəstə dialoqu hazırlayır. Gördünüzmü? Növbəti fəaliyyətimizdə də artıq tətbiq etmək var. Yəni çox vaxt düşünürlər ki, bunu artıq özü düşündü, ideya özündən gəldi. Burada artıq yaratdı. Xeyr. Biz o bilik hissəsidir. Şagirdlərdən biri evdə bacısı ilə birlikdə belə bir səhnəcik fikirləşir, hazırlayır. Artıq burada tətbiq etmək. Çünki əvvəlki situasiyalardan biz gördük ki, müəllim nə isə öyrədibdi. Davranış mədəniyyətini öyrədibdir. Ondan sonra şagird o bilikdən istifadə edib, yeni qeyd edirəm, tətbiq edir. Ona görə də biz buna yaratmaq kimi deyil, tətbiq etmək kimi baxmalıyıq. Bir sözlə tətbiq etmək oldu deyənə, biz də belə üçlü testlərdə idrak taksonomiyasına, yəni fəaliyyət tərəfindən başlamamız daha doğru olar. Onda daha yaxşı tapa bilərik testi. Tətbiq etmək isə biz burada görürük ki, iki variantda tətbiq etmək var. A variantında, C variantında. Digər variantları silirik. B variantını silirik. D variantını silirik, Y variantını silirik. Əlimizdə qaldı A və C variantları. İndi baxırıq ki, fənn üstü konseptual tətbiq etmək, fənn daxili prosedural tətbiq etmək. Biz burada bilikdən başlamaqdansa inteqrasiyadan başlamaq daha yaxşı olar, ikinci olaraq. Burada fənn üstümü yoxsa fənn daxilimi hansından birinci başlasaq daha yaxşı olar? Əlbəttə ki, fənn daxili daha rahat gələr. Çünki konkret bilirik ki, fənn daxildə burada ya şagird inteqrasiya olmalıdır, ya da üfüqi inteqrasiya olmalıdır. Biz amma cümləyə baxırıq, burada hər hansı bir sinflə əlaqələndirmə varmı? Yuxarı sinflə aşağı sinflərin inteqrasiyasını görürükmü? Xeyr, ona görə də burada şagird inteqrasiya yoxdur. Yəni fənn daxili şagird inteqrasiya yoxdur. Üfüqi inteqrasiya olmaqdan ötürü də gərək bir fənnin özünün müxtəlif məzmun xəttləri var. Həmin o məzmun xəttləri arasında əlaqə olsun. Burada da hər hansı bir məzmun xətti ilə bağlı situasiyada bir şey görmədiyimizə görə avtomatik C variantında silirik. Əlimizdə qalır fənn üstü konseptual tətbiq etmək. Gördüyünüz kimi meşbiliyin növünü ayırd etməyə ehtiyac olmadı. Sadəcə idrak taksonomiyası və inteqrasiya ilə testimizi rahat şəkildə həll etdik. Bunun gözəl teorisi ondadır ki, əvvəlcədən situasiyanı oxuyanda fikir verin ki, başdan hansı cümlə gəldi. Ondan sonra verilən tapşırığa baxırıq ki, standarta baxırıq ki, onun bilik və fəaliyyət hissələri nədir? Bilik və fəaliyyət hissələrini ayırandan sonra o fəaliyyət tərəfindən artıq biz yola çıxırıq. İlk olaraq idrak taksonomiyasını tapırıq. İkinci olaraq heç biliyə baxmaya ehtiyac yoxdur. İnteqrasiyanı tapırıq. Oradan da əgər nəsə tam olaraq cavabı əldə etməsək, artıq biliyin növünə keçirik və testi həll edirik.